Bir misalım, bir dostum var. Dubayda bir qızdan xoşu gəlir. Nə bilim, valideynləri protivdir, dostları protivdir və s. Amma heç sevir də, həqiqətən sevir qızı. Yaşayır onu. Günə bir günü gəlir adam deyir ki, sevirəm səni. Amma bilsən mən dayana bilmirəm də. Yəni kimə baxım xoşum gəlir. Səni sevirəm ya, neyim ya, hamıya iştahım düşün. Avazlar. Hə. Bunu buna deyir, bu da deyir, sən dəlisən, rədd ol, ayrılırlar. Bunun elədiyi şey düzdür. Yəni bunu gedib qıraqda aldatmaqdansa, deyirdi ki, mən beləyəm. Ya sən məni qəbul edirsən, biz belə davam edirik, ya da mən səni niyə belə bədbəxt edeyim ki, mən buyam da, buyam. Düzəldə də bilmirəm. Düzəldə də bilmirəm də, düzəldə bilmirəm. Düzəldə bilsəydim düzəldərdim. Əzab da çəkirəm. Düzəldə bilmədiyimə görə də əzab çəkirəm. Onda ayrılsın. Ya da elə adam olur ki, gəlib onu deyəndə, arvadı deyir ki, əşi, əsas odur pul gətirirlər. Ged nə istəyirsən elə, bir də elə ki, qohum qonşu bilməz. Misal, böyle tipdə var. Qardaş, yəni indi siz özünüz tapışacaqsınız da necəsə, ya ayrılacaqsınız, ya qalacaqsınız. Amma açıq bunu iddia eləmək lazımdır, gizlətmək lazım deyil. Məndən heç gizlətməyin. Nə var, gəlin mənə deyir ki, bu problemlər var. Ya ayrılacaq, ya ayrılmayacaq, ya mən tolerate eləyəcəm.